Salam, hər vaxtınız xeyir olsun. Bugünkü dərsimiz Azərbaycan iqlimindən bəhs eləyir. Bu gün biz Azərbaycana təsir edən hava axınları və Azərbaycan iqlim tipləri haqqında danışacağıq. Deməli, videonu bəyənməyi unutmayın. Kimin bu mövzu ilə bağlı hər hansı bir problemi varsa, ümid edirəm videonu axıra qədər izləyənlər hər kəs əminliklə deyə bilərəm ki, mövzunu tamamilə öyrənmiş olacaq. Deməli, əvvəlcə gəlin biz deməli Azərbaycan iqlim tiplərindən danışmayacağıq. Azərbaycan iqliminə təsir edən amillər haqqında danışacağıq. Və bu hissəni əvvəlcə oxuyaq. Azərbaycanda əsas iqlim əmələ gətirən amillər coğrafi enlik, həmçinin hava kütlələridir. Yəni hava kütlələri Azərbaycan iqlim əmələ gətirməsində, Azərbaycan iqliminin əmələ gəlməsində iştirak edir. Respublikaya müxtəlif xarakterli hava kütlələri daxil olur. Əlbəttə relyefində təsiri böyükdür. Lakin əsas iqlim göstəricisi Azərbaycanın mülayim və subtropik qurşaqların qovuşduğu yerdə yerləşməsidir. 35% mülayimdə yerləşir, 65% isə subtropikdə yerləşir Azərbaycan. Azərbaycanda bütün fəsillər aydın müşahidə olunur, yəni mövsümi dəyişkənlik aydın hiss olunur. Xəzər dənizində iqlimimizə təsiri var. İndi bax bu abzasdan biz hansı nəticəni əldə edirik? Onu əldə edirik ki, Azərbaycan iqliminə təsir edən amillər coğrafi enlikdir. Bilirik ki, Azərbaycan ərazisi təxminən 38-42 dərəcə şimal enliklərində yerləşir. Yəni orta enlikdə yerləşməsi Azərbaycan iqliminin deməli mülayim və subtropik olmasına səbəb olub. Sonra hava kütlələri, ikinci Azərbaycan iqliminə təsir edən amil. Sonra relyef iqlimi əmələ gətirən amillərdən biridir. Mülayim və subtropik qurşaqda yerləşməsi, bir də Xəzər dənizinin mülayimləşdirici təsiri Azərbaycan iqlimin formalaşmasında deməli rolu vardır. İndi bunlardan biz əvvəlcə hava kütlələri haqqında danışaq. Azərbaycan iqliminin əmələ gəlməsində deməli, Azərbaycana daxil olan hava axınlarının rolu böyükdür. Hər tərəfdən Azərbaycana müxtəlif hava axınları daxil olur. Bunlardan deməli, biz əvvəlcə gəlin onlar adları ilə tanış olaq, görək hansı hava axınları Azərbaycana deməli, daxil olur. Diqqət edin, 1 və 2 rəqəmi ilə nömrələnmiş deməli, oxlar aktik hava axınını ifadə edir. Yəni, şimaldan gəlir, şimal buzlu okeandan aktik. Sonra 3 və 4 deməli nömrələri ilə nömrələnmişlər deməli bildirir. Yəni bu oxlar mülayim hava axınlarını ifadə edir. Mülayim. Sonra 3 və 4-ü dedik. İndi 5. Bax 5-ə diqqət edin. Afrikanın üzərindən və Ərəbistan üzərindən daxil olursa, burada nə olur? Əlbəttə ki, deməli tropik hava axını Azərbaycana daxil olur. Sonra 6. 6 Aralıq dənizi və Türkiyə üzərindən gələn cənub siklonları adlanır. Cənub siklonları adlı deməli hava axını Azərbaycana daxil olur. Sonra 7 nömrəsi ilə ifadə olunmuş ox Orta Asiya adlanır. Orta Asiya bu Xəzər dənizinin üzərindən keçib gəlir. Bir də 8-ciyə diqqət eləsəz burada Xəzər dənizi və Azərbaycan quru ərazisi arasındakı təzyiq fərqindən əmələ gələn küləklər nəzərdə tutulur. Bir növ bunlar əslində hava axınlarıdır və bir növ küləklərdir. Yəni küləklər vasitəsilə aktik, mülayim, tropik, cənub siklonları Orta Asiya və yerli hava dövranı əmələ gəlir. İndi əvvəlcə aktik, yəni soyuq, aktik soyuqlar haqqında danışaq. Burada kiçik xəritəyə diqqət etsəz nə görərsiniz? Kiçik xəritəyə diqqət edəndə görürük ki, deməli, baxın bu hissədə nə görürük? Görürük ki, bu hissədə deməli Azərbaycana deməli daxil olan hava axınları burada ifadə olunub 1 və 2. Deməli bunlar aktik dedik şimaldan, şimal buzlu okeanın üzərindən. Deməli burada Kara dənizi üzərindən, yəni şimal buzlu okeanın donan səthi üzərindən Azərbaycana daxil olan hava axını olur. Deməli kontinental aktik, yəni bu kontinental aktikdir. Kontinental aktik hava axını. 2 isə Qrenlandiya və Şpitsbergen adaları üzərindən Azərbaycana daxil olan, yəni Şimal Buzlu Okeanın donmayan səthi üzərindən Azərbaycana daxil olan hava axını isə deməli dəniz aktik adlanır, yəni və yaxud da deməli Arktikin dənizi. Bura yazaq dəniz aktik.
Demək, bu necə olur ki, dəniz üzərindən gələn hava axını kontinental olur, amma quru üzərindən, yəni adaların üzərindən, Qrenlandiya və Şpitsbergen adalarının üzərindən gələn hava axını kontinental olur. Deməli, Qrenlandiya və Qrenlandiya adası və Şpitsbergen adaları üzərinə, yəni Azərbaycandan şimal-qərbdə yerləşir. Oradan Azərbaycana daxil olan hava axınları Atlantik okeanı üzərində burada hərəkətdə olan isti şimali Atlantika, burada şimali Atlantika isti cəryanının üzərindən keçərkən rütubətli isti cəryanlar bilirsiniz ki, buxarlanma yaradır. Həmin bu hava axınları bu Qrenlandiyadan gələndə belə Azərbaycana avtomatik Şimali Atlantikanın yuxarı qaldırdığı rütubətli havanı da götürüb gəlir. Ona görə Azərbaycan ərazisinə bu dəniz arktik hava axını deməli daxil olur. İndi bu hava axınları haqqında verilən məlumatlarla gəlin tanış olaq. Diqqət edin bura, bax, kontinental arktik hardan gəlir? Kara və Barents dənizi, Şimal Buzlu okeanı üzərindən gəlir. Əsasən qış fəslində gəlir. Böyük Qafqaza çatdıqda iki yerə bölünür. Təbii ki, biz bilirik ki, Böyük Qafqaz dağları Azərbaycanın şimalındadır və şimaldan gələn soyuq hava axınlarının qarşısını kəsir. Birbaşa həmin soyuq hava axınları daxil ola bilmir. Ona görə onun şərqindən və qərbindən iki hissəyə parçalanaraq şərqdən və qərbdən daxil olur. Əsas yağıntısı qardır. Dəniz arktik hava axınları isə dediyimiz kimi Şpitsbergen və Qrenlandiya adaları üzərindən daxil olur. Əsasən qışın sonu və yazın əvvəlində demək bulud çoxalır, hava soyuyur və yağıntının miqdarı artır. İndi keçək mülayim hava axınlarına. Mülayim hava axınlarını biz iki qrupa ayırdıq. Dedik ki, daha doğrusu iki qrupa ayırmalıyıq. Bir, Atlantik okeanı üzərində Portuqaliyaya məxsus olan Azor adalarının ətrafından Azərbaycana daxil olan hava axınını biz adlandırırıq mülayim dəniz. Mülayim dəniz. Bax, bu mülayim dəniz hava axınıdır. Deməli, bax, burada da görürsünüz, qeyd yazılıb, diqqət elədiniz. Azor adaları ətrafında formalaşır, bütün Avropa, Şimali Qafqaz və Qara dəniz üzərindən keçərək Azərbaycana daxil olur. Temperatur aşağı düşür, güclü yağıntı verir. Bu da yazın sonu və yayın əvvəlində deməli Azərbaycana daxil olur və iqlimin formalaşmasında iştirak edir. Bir də mülayimin ikinci tipi var. Yuxarıda biz sxemdə iki hissəyə bölmüşdük yaxın mülayimi. Bir də var, bax, burada Şərqi Avropa, Qərbi Sibirin cənubu və Qazaxıstanın deməli cənub-qərb hissəsindən Azərbaycana daxil olan hava axını isə mülayimin nə idi? Mülayim əlbəttə ki, kontinentalıdır. Kontinental. Çünki burada məhz kontinental iqlim formalaşır. Əsasən qış fəslində temperatur aşağı düşür, çox soyuq gətirir. Yayda isə təsir o qədər də hiss olunmur. Çünki yayda hava Azərbaycanda isti olur. Sonra gəldik tropik hava axınlarına. Tropik hava axınları Afrikanın şimalına və Ərəbistan yarımadası üzərindən daxil olur. Burada da qeyd olunub, Şimali Afrika və Ərəbistan yarımadasından daxil olur. İran ərazisindən keçir, Kür-Araz ovalığında daha çox hiss olunur. Qışda daxil olsa temperaturu yüksəldir, hava mülayimləşir. Çünki qışda Azərbaycan soyuq olur axı. Tropikdən gələn isə isti havadır və isti quru və tozlu havadır. Qışda daxil olanda soyuq hava biraz yumuşalır və mülayimləşir. Yayda daxil olanda isə daha çox quru və isti olur. Cənub siklonları adlı hava axınında daxil olur. Dedik, Aralıq dəniz üzərindən Türkiyə üzərindən keçib gəlir. Bax, burada siz mini xəritədə görürsünüz bunu. Demək, Aralıq dəniz üzərindən İranın şimal-qərbi və Kiçik Asiyadan daxil olur. Əsasən yay fəslində böyük yağıntı düşməsi ilə nəticələnir. Sonra gəldik ki, Orta Asiya hava axını, bax, burada diqqət edin, Mərkəzi Asiya yazılıb mini xəritədə. Xəzərin üzərindən keçib gəlir və bax, sxemdə də görürsünüz, Mərkəzi Asiyadan, yəni şərqdən daxil olur Azərbaycana və Xəzərin üzərindən keçib gəlir. Gəlib, məsələn, birbaşa Abşerona da təsir göstərə bilir, Samur Dəvəçiyə də və eyni zamanda Lənkəran ovalığına da. Amma gəlib Talış dağlarına dirənəndə, Talış dağlarının yuxarıya doğru qalxdıqca hava doyma həddinə yaxınlaşır və oroqrafik yağıntı yağır. Oroqrafik yağıntı nədir? Oroqrafik yağıntı dağlarda
Yuxarı qalxdıqca havanın doyma həddinə çatıb yağıntı verməsinə deyilir. Yəni dağlıq oroqrafik yağıntı sırf dağlıq ərazilərə aid olan anlayışdır. Aran bölgəsində qışda daha çox deməli soyuq və kontinental hava yaradır. Eyni zamanda yağıntı da verə bilir. İsti dövrdə isə daha çox temperaturu artırır. Yəni ümumiyyətlə Orta Asiyanın, yəni Özbəkistan və Türkmənistan ərazisindən Azərbaycana daxil olan bu hava axını Orta Asiya kontinental havadır. Yayda havanın temperaturunu qaldırır, daha da qışda isə daha da soyuqluq yaradır. Və yerli hava dövranı nə idi? Yerli hava dövranı dedik ki, Xəzər dənizi və Azərbaycanın quru sahəsi arasındakı təzyiq fərqindən əmələ gəlir və burada da H hərfi və L hərfləri görürsünüz. Bu ingilis dilində hərf deməli yüksək təzyiq, yüksək və alçaq sözlərinin baş hərfləridir. Deməli yüksək təzyiq olanda biz bilirik ki, külək yüksək təzyiqdən alçaq təzyiqə doğru hərəkət edir. Xəzərin üzərində yüksək təzyiq yarananda külək quruya doğru da deməli hərəkət edir. Əsasən bu məsələn brizləri biz nümunə çəkə bilərik ki, Xəzər və Azərbaycan quru sahəsi üzərində briz küləkləri var. Briz küləkləri gecə və gündüz brizlərinə ayrılır. Gecə brizi deməli biz bilirik ki, gecələr su soyuq olur. Üzr istəyirəm, gecələr su isti olur, quru soyuq olur. Ona görə gecə brizi sudan quruya doğru hərəkət edir. Amma gündüzlər isə əksinə quru sudan daha isti olduğuna görə deməli yox, burada yerin dəyişikliyidir, mən üzr istəyirəm. Deməli, gecə brizi olanda, bax bu oxlar, bax bu gördüyünüz Xəzərə doğru istiqamət almış ox gecə brizini ifadə edir. Gecələr dəniz isti olduğuna görə, quru səthi soyuq olduğuna görə dənizə doğru hərəkət edəcək. Amma əks istiqamətdə bu şəkildə isə bu gündüz brizinin istiqamətidir. Gündüz isə dənizdən quruya doğru külək əsir. Bax, burada da aşağıda diqqət edin. Gündüz və gecə ərzində istilik fərqləri küləyin istiqamətini dəyişir. Bu yerli dövran xüsusilə yay aylarında hiss olunur. Ümumiləşdirilmiş bir sxemə diqqət edək burada. Deməli, nə görürük? Deyir, iqlim sintezi. Hava kütlələri deməyək bunu, hava axınları. Hava axınlarının ümumi təsiri. Deməli, nə yazılıb burada? Hava axını, yəni kontinental arktik. Hardan gəlir? Kara və Barents dənizləri üzərində. Nə vaxt gəlir? Qışda. Nə gətirir? Qar gətirir. Dəniz arktik. Qrenlandiya və Spitsbergen adaları üzərindən. Əsasən il boyu, amma dedik ki, deməli, qışın sonu yazın əvvəlində daha çox hiss olunur. Bulutlu və yağıntılı olur. Mülayim dəniz. Mülayim dəniz hardan gəlirdi? Atlantik okeanı Azor adaları ətrafından. Yazın sonu yayın əvvəlində temperatur enir və yağış yağır, leysan yağışlar. Mülayim kontinental hardan gəlirdi? Sibirdən, Qazaxıstandan gəlirdi. Bir də Şərq Avropa düzənliyindən. Qışda gəlir, kəskin soyuqlar gətirir. Tropik hardan gəlirdi? Afrikanın şimalından və Ərəbistandan, İranın üzərindən keçib gəlirdi. Yayda və qışda da daxil ola bilər. Yayda gəlirsə daha da havanı isidir. Qışda isə gəlirsə, deməli, qışda gələndə havanı mülayimləşdirir. Cənub siklonları hardan gəlirdi? Aralıq dənizi üzərindən Türkiyədən keçib gəlirdi. Nə vaxt? Yayda güclü yağıntı gətirir. Orta Asiya hardan gəlirdi? Özbəkistan və Türkmənistan ərazisində, Mərkəzi Asiyadan. Yayda və qışda da təsir göstərə bilər. Oroqrafik yağıntı harda baş verirdi? Talış dağlarında oroqrafik yağıntı yarada bilir. Amma daha çox demək, yay fəslində Orta Asiya hava kütləsi Azərbaycana daxil olanda havanı daha da neyinir? İsidir və quru hava şəraiti yaradır. Qışda isə daha da soyudur. Bəs yerli hava nə idi? Yerli hava dövranı Xəzər və Azərbaycan quru sahəsi arasında təzyiq fərqindən yaranır. Gecə və gündüz brizini deməli biz nümunə olaraq çəkdik. Bu Azərbaycan iqlimin formalaşmasına təsir edən hava axınları idi. İndi isə gəlin biz deməli Azərbaycan Respublikasının iqlim tipləri haqqında danışaq. İqlim tipləri çox vacib mövzudur və qəbul imtahanında hər vaxt bu mövzudan deməli suallarla biz rastlaşa bilərik və digər mövzular üçün açar mövzudur. Deməli, bayaqlarım sadaladığımız coğrafi enlik, hava kütlələri, sonra
relyefin təsiri, Xəzər dənizinin təsiri, mülayim və subtropik qurşaqlarda yerləşməsi, yəni bu amillər Azərbaycan ərazisində müxtəlif iqlim tipləri deməli nəticəsində yaranmışdır. Ərazinin yüksəkliyi müəyyən əlaqə mövcuddur. Təbii ki, iqlimlə yuxarı qalxdıqca, dağlıq əraziyə qalxdıqca iqlim tipləri bir-birini əvəz edir. Yəni Xəzər dənizinin sahilindən -27 metr hündürlükdən Azərbaycanda dağların hündür hissələrinə qalxdıqca iqlim tipləri bir-birini əvəz edir. Azərbaycan ərazisi dedik neçə iqlim qurşağında yerləşir? 2 iqlim qurşağında yerləşir. Mülayim və subtropik qurşaqlarda yerləşir. Deməli 1970-ci illərdə, 60-70-ci illərdə Azərbaycanda bilirsiniz ki, müxtəlif sahələr üzrə coğrafiyaçı alimlər tədqiqat aparmışdı. Onlardan da biri iqlim sahəsidir. İqlim sahəsində Ənvər Şıxlinski və Mədədzadə geniş tədqiqatlar aparmışdı və onların tədqiqatları nəticəsində biz bu gün də hələ həmin iqlim bölgüsünü öyrənirik. Amma iqlim elə bir anlayışdır ki, təxminən 10 ildən bir tədqiqat aparılıb, təkrar dəqiqləşdirilməlidir. Biz hələ ki 50 ilin, 60 ilin məlumatlarını öyrənirik. Azərbaycan ərazisi dedik 2 iqlim qurşağında yerləşir, amma Azərbaycan ərazisində 4 dənə iqlim tipi var. Deməli, bu sizin indi yeni öyrənənlər burada biraz dünyanın Alisovun təsnifatı ilə bunu qarışdırmasın. Alisovun təsnifatında iqlim tipləri məsəl üçün nümunə olaraq deyirəm. Məsələn, mülayim iqlim qurşağının mülayim dəniz, mülayim kontinental və musson kimi tipləri var idi və yaxud da subtropikin aralıq dənizi kontinental, musson və bərabər rütubətli subtropik kimi tipləri var idi və yaxud da tropikin dəniz və kontinental səhra tropik tipləri var idi. Onlarla bunu tam qarışdırmaq düzgün olmaz. Nə qədər ki, onları müqayisə edəcəksiniz Azərbaycan iqlimi ilə, iqlim tipləri ilə, o qədər də çaşbaş qalacaqsınız. Tamamilə Alisovun təsnifatını qoyun kənara. Çünki Ənvər Şıxlinski və deməli Əlabbas Mədədzadə onlar tədqiqat apararkən nə etmişdilər? Alisovun təsnifatından deyil, əsasən deməli Köpenin tədqiqatından, Vladimir Köpenin tədqiqatından istifadə etmişdilər. Bu tamamilə başqa bir təsnifatdır. Ona görə Azərbaycanın iqlim tiplərini biz 4 iqlim tipinə ayırırıq. Birinci iqlim tipi yarımsəhra quru çöldür. Bax, ümumi şəkildə əvvəlcə adlarla sizi tanış edirəm. Bax, birinci iqlim tipi nə oldu? Yarımsəhra və quru çöl iqlim tipi. İndi gəlin baxaq, ikinci iqlim tipi mülayim isti iqlim tipi adlanır. İkinci iqlim tipi mülayim isti adlanır. Hələ ki, bu adları birinci iqlim tiplərinin adını mütləq şəkildə birinci öyrənmək lazımdır. Sonra üçüncü soyuq iqlim adlanır, üçüncü tip. Və nəhayət dördüncü tip isə dağ tundra adlanır. Yəni, bu 4 dənə iqlim tipi var. Bu iqlim tipləri də yarım tiplərə bölünür. Azərbaycan ərazisində 8 iqlim yarım tipi var. Deməli, indi əvvəlcə biz yarım səhra haqqında danışacağıq. Yarım səhra və quru çöl Azərbaycan ərazisində 50%-ni təşkil edir və 2 yarım tipi ayrılır. Bunu yazıram birin birincisi. Birin birincisi nədir? Qışı soyuq, yayı isti və quraq keçən yarım səhra quru çöl. Bir də birin ikincisini yazıram bura. Birin ikincisi nədir? Qışı mülayim. Bax, burada biz yarım səhranın yarım tiplərini nəyə görə müəyyən etdik? Fikir verin. Yayı hər ikisində eynidir. Yəni, yayı isti quraq, bunun da yayı isti quraq keçir. Amma qışları fərqlənir. Yəni, birində qışı soyuqdur, birində isə qışı mülayim keçir. Demək, qışı soyuq keçən hardadır? Arazboy düzənlikdə, Naxçıvanda. Bir də bura biz Talış dağlarını əlavə edəcəyik. Talış dağları 2 yerdə var. Qışı mülayim keçən hardadır? Azərbaycanın digər düzənlik ərazilərinin əksəriyyətində. Samur Dəvəçi, Kürara, Ceyrançöl, Acınohur, Aşağı Arazboy düzlər. Bunlar hansılar idi? Gəyən, İncə, Hərəmi düzləri. Sonra Qobustan, Abşeron deməli ərazilərində nə var idi? Qışı mülayim keçən yarım səhra quru çöl iqlimi. İndi onlar haqqında burada ümumiləşdirilmiş bir məlumat yazılıb. Qışı mülayim keçən yarım səhra quru çöl iqlimi. Buna quru subtropik iqlimdə deyilir. İllik yağıntıları 200-400 mm arasında dəyişir. Qışı soyuq keçən yarım səhra quru çöl iqlimi isə adlandırırlar kontinental iqlim, Naxçıvana aiddir. Azərbaycanın ən kontinental yeri Naxçıvandır və illik yağıntıların miqdarı o da təxminən 300 mm qədərdir.
Demək, ümumiyyətlə, yarımsəhra quru çöl iqlimi üçün biz belə bir yağıntı miqdarı çıxarda bilərik ki, yəni yarımsəhra quru çöl iqlimi 204 Azərbaycanda hansı bir diaqramın üzərində, iqlim diaqramının üzərində və yaxud da hansısa bir mətndə 200-400 mm aralığında yağıntı görsək, 200, 250, 300, 350, 400 bu millimetrdə yağıntı görsək, bilməliyik ki, bu yarımsəhra quru çöl iqlimidir. Əgər qış sıfırdan aşağı düşürsə temperatur, bu olacaq qışı soyuq keçən yarımsəhra quru çöl. Qışı isə sıfırdan yuxarıdırsa, olacaq qışı mülayim keçən yarımsəhra quru çöl iqlimi. İndi gəlin burada xəritədə biz diqqət edək. Xəritədə nə görürük? Bax, həmin ərazilərin indi burada xəritəsi verilib. Sarı rəngdə gördüyünüz bütün ərazilər, bax, Samur Dəvəçidir, Qobustan, Abşeron, Şirvan düzü, Kür-Araz ovalığı ümumiyyətlə, Qarabağ düzü, Acınohur, Ceyrançöl, Aşağı Arazboy düzlər. Bunlar nəyə aiddir? Qışın mülayim keçən yarımsəhra quru çöl iqlimi. Amma Arazboy düzlər, bax burada diqqət edin, Arazboy düzlər tam axıra qədər deyil, fikir verin. Bax bu hissədə Ordubad düzünün bax qurtaracağı yəni yarımsəhra deyil. Ora soyuq iqlimə düşür. Keçdi, indi Arazboy düzlər, burada hansılar var idi? Deməli, Sədərə, Şərur, Böyükdüz, Naxçıvan, sonra nə var idi burada? Gülüstan, sonra Yayçı, Ordubad düzləri və s. Belə 7 dənə düz var idi da, burada xatırlayırsınızsa. Həmin düzlər, deməli, düşür, qışı soyuq keçən yarımsəhra quru çöl. Bir də Talış dağlarının dağarası, deməli, dərələrinə, orada dağarası çökəklikləri var. Həmin hissədə qışı soyuq keçən yarımsəhra quru çöl iqlimi yayılmışdır. İndi Bakının iqlim diaqramına diqqət edək. Bakının iqlim diaqramında biz necə yadda saxlayacağıq? Görəcəyik ki, baxın, burada havanın temperaturu, yəni birinci ayın, yanvar ayının temperaturu sıfırdan yuxarıdır. Baxın, sıfırdan yuxarı müsbətdir. Yayda isə havanın temperaturu təxminən 25-30 dərəcə, yəni bu orta temperatur götürülüb. Bəzən o temperatur 35-40 dərəcəyə də qalxa bilir. Bax, burada fikir verin, yağıntının orta illik miqdarı 247-dir. Hansı diaqramın üzərində 247 görsəz, bilin ki, bu Bakının iqlim diaqramıdır. İndi burada gəldik Naxçıvana. Naxçıvan şəhərinin iqlim diaqramına diqqət edin. Bax, burada görürsünüz, -5-ə düşüb, yağıntıların miqdarı, havanın temperaturu, yəni sıfırdan aşağı düşüb. Amma yayda havanın temperaturu yenə 35-40 dərəcə və s. Hətta ondan 40-dan da yuxarı olur. Amma Naxçıvanın iqlim diaqramında orta illik yağıntının miqdarı 271 mm göstərilib. Deməli, 271-dirsə Naxçıvan, 247-dirsə deməli, Bakı şəhəri olacaq. İndi gəldik ikinci iqlim tipimizə və onun iqlim yarım tiplərinə. Deməli, biz buradan yarımsəhranın nə öyrəndik? Yarımsəhra haqqında nə dedik? Ərazimizin 50%-dən çoxunu əhatə edir. Bu iqlim tipi Xəzər sahillərinə 600-800 metr hündürlüyə qədər olan ərazilərdə yayılmışdır. 600-800. Naxçıvanda isə, Naxçıvanda çox maraqlıdır ki, bəzən bu yarımsəhra quru çöl iqlimi 1000 metrə qədər, hündürlüyə qədər qalxa bilir. Mülayim isti iqlim təxminən hətta burada 600-800 metrdən sonra, burada 1000 metri lap silək, çaşqınlıq yaranmasın deyənə yazaq 600-800 metr. 600-800 metrdən sonra müəyyən yerlərdə, ərazilərdə 600, müəyyən yerlərdə 800 metrə qədər olan, 800 metrdən çox olan ərazilərdə deməli, hara qədər, hansı hündürlüyə qədər? 600-800-dən başlayır, gedir, deməli, 1500 metrə qədər olan əraziləri əhatə edir. 3 yarım tipi ilə fərqlənir. Bax, burada görürsünüz, 3 dənə yarım tipi var. Mülayim isti iqlimin 3 dənə yarım tipi var. Azərbaycan 30%-ni təşkil edən mülayim isti iqlimin birinci yarım tipinə diqqət edək. Yayı quraq, qışı quraq, bir də bərabər yağıntılı. Deməli, indi biz burada nə görürük? Görürük ki, fəsillərin yağıntısına görə mülayim isti iqlim yarım tiplərə ayrılır. Bax, biz yarımsəhranı qışının temperaturuna görə ayırmışdıq. Yəni, yarımsəhra tamamilə başqa bir şeydir, qanunauyğunluq var da, burada müəyyən qanunauyğunluq üzrə öyrənmək lazımdır. Demək, yarımsəhra quru çöl iqlimini biz öyrənəndə onun yarım tiplərini qışın temperaturuna görə öyrəndik. Birində qışı soyuq idi, birində qışı mülayim. Yağıntısı onsuz da azdır, 200-400 mm yağıntı düşür, yaydakı isti quru olur. Amma mülayim isti iqlimdə
Burada biz qışın temperaturundan, ümumiyyətlə temperaturdan danışmırıq. İqlim onsuz da əsasən mülayimdir. Yəni havanın temperaturu sıfırdan yuxarı keçir. Müəyyən qışın ən soyuq vaxtlarında ola bilər biraz mənfiyə düşə bilər. Deməli, yay quraq keçən. Yay quraq keçən mülayim isti iqlim 3 ərazidə yayılmışdır. Diqqət edin. Deməli, bura yazıram nə? 2-nin birincisi. 2-nin birincisi yay quraq keçən mülayim isti iqlim. Böyük Qafqazın cənub-şərqi, Kiçik Qafqazın cənub-şərqi, Lənkəran ovalığı. Çox sadə. İndi gəldi 2-nin ikincisiyə. 2-nin ikincisində qışı quraq keçən. Yəni, bu yay quraq keçən, qışı quraq keçən nə deməkdir? Yay quraq keçən o deməkdir ki, yay quraq keçir, yağıntı əsasən ilin soyuq dövründə, yəni qışda düşür. Qışı quraq keçən nə deməkdir? Qışda yağıntı düşmür, əsasən ilin isti dövründə, yazda və yayda düşür. Bəs hansı ərazilərdə yayılıb, diqqət etsək, Qanıq-Əyriçay vadisi, Böyük Qafqaz və Kiçik Qafqazın, daha doğrusu üzr istəyirəm, bütün Kiçik Qafqazın dağ-ətəyi və alçaq dağlıq zonasında, bir də Böyük Qafqazın cənub-şərqində, Şamaxı ərazisində. Şamaxı, bəli, Şamaxı ərazisinə də düşür. Deməli, bir də bərabər yağıntılı var. Bərabər yağıntılı da yazıram 2-nin üçüncüsü. Deməli, biz gördük ki, mülayim isti iqlimin 3 dənə yarım tipi var. Bərabər yağıntılının da yayıldığı ərazilər hansıdır? Talış dağlarının ətəkləri, Qusar maili düzənliyi, bir də Böyük Qafqazın cənub hissələri. Böyük Qafqazın cənub hissələrdə ta Balakəndən başlayır, gəlir Qəbələ İsmailliyə qədər olan əraziləri, ora düşür Balakən, Zaqatala, sonra Qax, Şəki, Oğuz, Qəbələ, İsmailli. Bu rayonların hamısında bərabər yağıntılı mülayim isti iqlim var. Yəni, yağıntılar bərabər paylanan mülayim isti iqlimdə demək olar. Demək, mülayim isti iqlimin yayıldığı hündürlük nə oldu? 600-800 metrdən 1500 metrə qədər hündürlüyə əhatə edir. Ərazimizin 30%-ni təşkil edir. Yarım səhra 50% edir. Mülayim isti iqlimi isə 30%-ni təşkil edir. 3 yarım tipi fərqlənir. Yay quraq, qışı quraq və bərabər yağıntılı. İndi gəlin xəriti ilə tanış olaq. Qışı quraq keçən mülayim isti iqlim 1-in birincisi. Yağıntıları ilin isti dövründə düşür. Fikir verin. Deməli, Qanıq-Əyriçay, Kiçik Qafqazın alçaq və orta dağlığı, yox, 1-in birincisi deyildi, üzr istəyirəm, bu 2-in ikincisi idi. 2-in ikincisi. Qanıq-Əyriçay, Kiçik Qafqazın alçaq və orta dağlığı, bir də Böyük Qafqazın cənub-şərqi. Zaqatalanın iqlim diaqramı verilib. İqlim diaqramının üstünə yenə nəyinə baxırıq? Deməli, havanın temperaturu görürük ki, birinci ayın, yəni ən soyuq ayın, yanvarın temperaturu sıfırdan yuxarıdadır. İllik orta yağıntı miqdarı da 1036-dır. Deməli, 1036 görəndə biləcəksiniz ki, bu Zaqataladır. Bir dənə də bu 3 dənə ərazini yadda saxlamaq lazımdır. Kiçik Qafqazın alçaq və orta dağlıq, Qanıq-Əyriçay, Böyük Qafqazın cənub-şərqi. Əlavə olaraq qışı quraq keçən mülayim isti iqlim, yəni o Kiçik Qafqazdakı biz ərazilər dedik, orada Laçın, Göygöl və Şuşa deməli rayonları ərazisində biz deməli qışı quraq keçən mülayim isti iqlim yarım tipinin yayıldığı ərazilərə aid iqlim diaqramlarını görürük. Sonra gəldik yay quraq keçən mülayim isti iqlim. Yağıntılar ilin soyuq dövründə düşür. Yayıldığı ərazilərə diqqət edək. Böyük Qafqazın cənub-şərqi, Böyük Qafqazın cənub-şərqində, bax, diqqət edin, bu hissədə, bu balaca hissədə nə yayılmışdı? Qışı quraq keçən. Bu hissədə qışı quraq keçən idi. Ondan biraz aşağıda yay quraq keçən. Sonra bu hissədə Kiçik Qafqazda qışı quraq keçən idi. Bir dənə burada Füzuli və Xocavənd rayonlarının ərazisində nə görürük? Yay quraq keçən mülayim isti iqlim. İndi Lənkəran ovalığı və bir də Talış dağlarının orta hissələri. Deməli, bu hissədə Talışın orta dağlığı və Lənkəran ovalığı, Kiçik Qafqaz, Böyük Qafqazın cənub-şərqi, yay quraq keçən mülayim isti iqlimdir. İndi Lənkəran iqlim diaqramına diqqət edin. 1402 mm yağıntı, qışda yanvarın ən yüksək temperatur, ən aşağı deməli orta il ərzində ən aşağı temperaturun qeydə alındığı yanvar ayında, yəni birinci ayda havanın temperaturu sıfırdan yuxarıdır. Yəni qış mülayim keçir. Ümumiyyətlə hava mülayim keçir. Yayda düzdür isti olur, bəzən 25, 30, 40 dərəcəyə qədər temperatur qalxa bilir. Amma qışda havanın temperaturu mənfiyə düşmür. Ona görə biz deyirik mülayim isti iqlim.
Yay quraq keçir. Lənkəranda əsasən yağıntılar nə vaxt düşür? İlin soyuq dövründə. İndi bu Talış dağları və Lənkəran ovalığının orta hissəsi boşdur. Bax buna diqqət edəcəyik. Növbəti iqlim tipində, iqlim yarım tipində yağıntılar bərabər paylanan mülayim isti iqlim. Buna rütubətli subtropik iqlimdə deyilir. İlin bütün fəsillərində yağıntı düşür. Yəni yay, qış fərqi yoxdur. Qusar maili düzənliyində, Böyük Qafqazın cənub yamacında bir də fikir verin. Burada boşluq var idi, bayaq az öncə. Bax buradakı boşluq, yuxarıdakı. Bax həmin boşluq burada yağıntılar bərabər paylanan mülayim isti iqlimdir. Buradakı yay quraq keçən mülayim isti iqlimi idi. Elə bir yay quraq keçən mülayim isti iqlim, yağıntılar bərabər paylanan mülayim isti iqlimi burada haşiyələyir. İndi biz buradan nə? Qubanın iqlim diaqramına baxın. Quba deməli yağıntısı 571 mm-dir. Burada diqqət edin, biraz havanın temperaturu qışda mənfiyə düşmüşdür. Bu da deməli qış aylarında Qubada hava soyuyur. Əsasən dekabr, əsasən yanvar-fevral aylarında havanın temperaturu artıq martdan etibarən havanın temperaturu 0 və daha çox olur. Hətta dekabrda da 0 dərəcə olur. Yəni Quba biraz dağlıq ərazi olduğuna görə, hündürlük daha çox olduğuna görə, orada həm də şimala daha çox yaxın olduğuna görə birbaşa soyuq hava axınlarının qarşısı kəsiləcək hissə yoxdur da. Burada elə bir dağ yoxdur. Məsələn, fikir versək, tutaq ki, biz Böyük Qafqazın cənub yamacına, Böyük Qafqazın cənub yamacını şimal hissədən dağ, Böyük Qafqaz dağları kəsib, şimaldan gələn soyuq hava axınlarının qarşısı kəsilib. Ona görə də bu hissədə havanın temperaturu qışda 0-dan yuxarı olur. Amma Qusar maili düzənliyində şimal hissədə elə bir dağ yoxdur deyənə, hündür dağlar, yəni kəsmir deyənə. Ona görə oradan gələn hava axınları qışda havanın temperaturunu aşağı salır. Amma yağıntılar il boyu bərabər paylanıb və yağıntısının miqdarı da deməli 571 mm-dir. Eyni zamanda orta illik yağıntının miqdarı burada təqdim, orta illik temperatur burada təqdim olunub 9,6 dərəcə. 10 dərəcəyə yaxındır. Sonra soyuq iqlim. Soyuq iqlim 1000-1500 metr hündürlükdən başlayaraq, biz dedik, mülayim isti iqlim 1500 metrə qədər maksimal qalxa bilir. Deməli 1500-2700 metr yüksəkliklər arasında soyuq iqlim yaranır və 3 yarım tipə ayrılır. Azərbaycan təxminən, indi biz bura şərti olaraq 20% yazmışıq. Əslində bu biraz 20%-dən azdır. Məsələn 18-19% ola bilər və yaxud da 17% ola bilər. Çünki yarım səhra quru çöl iqlimini biz 50% demişdik. Bax burada diqqət edin, 50%, bu 50%. Mülayim isti iqlimi biz burada 30%, bu elədir 80%. Sonra soyuq iqlimi, biz burada soyuq iqlimi indi 20% versək, dağ tundraya yer qalmır axı. Dağ tundra burada, dağ tundra 4-cü iqlim tipi də var. 2700-dən yuxarı olan əraziləri əhatə edir. Biz buranın təxminən indi şərti olaraq 20 yazmışıq, amma 17, 18, 19% olan əraziləri əhatə edir. Dəqiq müəyyənləşdirilməyib o. Soyuq iqlim 1500-2700 metr aralıqları əhatə edir. 3 yarım tipə ayrılır. Bu da mülayim isti iqlim kimi yaya quraq keçən, qışı quraq keçən və bərabər yağıntılı. Deməli, yay quraq keçən nə? Soyuq iqlim. Amma mülayimdə deyirdik ki, mülayim isti iqlim. Qış quraq keçən soyuq. Amma mülayimdə deyirdik, qışı quraq keçən mülayim isti iqlim. Bir də bütün fəsillərdə bol yağıntılı soyuq iqlim. İndi deməli, bunu yazırıq 3-ün birincisi, buna yazırıq 3-ün ikincisi, buna da yazırıq 3-ün üçüncüsü. İndi gəlin yayıldığı ərazilərlə tanış olaq. Yay quraq keçən soyuq iqlim. Deməli, burada altında yazılıb. Hardadır yay quraq keçən soyuq iqlim? Naxçıvanda alçaq dağlıqdan başlamış yüksək dağlığa qədər böyük bir sahəni əhatə edir. Xəritədə də diqqət edin, bax, bu hissəni əhatə edir, çox geniş bir sahəni tutur. Bir də Talış dağlarında bunu görə bilirsiniz. Sonra gəldik 3-ün ikincisinə, qışı quraq keçən soyuq iqlim. Qışı quraq keçən soyuq iqlim. Böyük Qafqazın şimal-şərqi, yəni yan silsilədə, bir də Kiçik Qafqazın orta və qismən də yüksək dağlıq ərazilərini əhatə edir. İndi gəlin onun da xəritəsinə diqqət edək. Bax, yan silsilədə görürsünüz bu ərazini, soyuq iqlimdir. Qışı quraq keçən soyuq iqlim. Kiçik Qafqazda
Orta və yüksək dağlıq ərazilər əhatə edir. Bir də Talışda Kömürgöy zirvəsində. Qeyd edeyim ki, burada təxminən Qızıyurdu zirvəsində yayı quraq keçən soyuq iqlimdir. Amma Kömürgöy zirvəsində, Kömürgöy zirvəsində isə qışı quraq keçən soyuq iqlimdir. Bir də bərabər yağıntılı soyuq, yəni bu il boyu bol yağıntılı soyuq iqlim, o yalnız bir ərazidədir, Böyük Qafqazın cənub yamacında. Biz yuxarıda Böyük Qafqazın cənub yamacında, bax bu hissədə görürsüz, nə görürük? Böyük Qafqazın cənub yamacında yağıntılar bərabər paylanan mülayim isti iqlim görürük. İndi bundan bir qədər yuxarıda, bax bu hissədə təxminən nə yerləşir? Bütün fəsillərdə bol yağıntılı soyuq iqlim. İndi gəlin onun da xəritəsi ilə burada tanış olaq. Bütün fəsillərdə bol yağıntılı soyuq iqlim. Bu da yenə Balakən, Zaqatala, sonra Qax, Şəki, Oğuz, Qəbələ, İsmayılı rayonlarını əhatə edir. Ondan biraz aşağıda mülayim isti iqlimi idi də. Yağıntılar bunda da il boyu təqribən bərabər paylanır. İndi gəl iqlim diaqramlarına biz diqqət edək burada və soyuq iqlimlə Naxçıvanda Şahbuzun biz nə görürük? Görürük ki, yay quraq keçib, burada yağıntı sütunları çox balaca təqdim olunub. 7-ci və 9-cu aylar aralığında görürük ki, yağıntılar azdır. Amma əsasən payız və qış fəsillərində daha çox düşüb yağıntı. Havanın temperaturu qışda mənfiyə düşüb, yayda isə çox istiyə doğru yüksək. Çox da yox, yəni 25 dərəcədən yuxarıdır. Qışı quraq keçən soyuq iqlimin, məsələn, isti su Kəlbəcərdə. Kəlbəcərdə görürsünüz, havanın temperaturu -6 birinci ayda və yayda isə sərin olur. Təxminən 15-18 dərəcə, 15-20 dərəcə arasında dəyişir. Yəni Kəlbəcər 2294 metr isti su bulağı, isti su məntəqəsi orada deməli qışı quraq keçən soyuq iqlim yayılmışdır. Bütün fəsillərdə bol yağıntılı soyuq iqlimdə dedik ki, Böyük Qafqazın cənub yamacında qeydə alınır. Dağ tundra iqlimi 2700 metrdən yüksək ərazilərdə yayılıb, yağıntıları əsasən qar şəklində düşür. Hava çox soyuq olduğuna görə elə də yağış düşmür. Baxın, burada yan silsilənin yüksək hissələri, Baş Qafqaz silsiləsinin yüksək zirvələri. Murov dağ silsiləsində və Qarabağ vulkanik yaylasında burada görürsünüz qeydə alınır. Bir də Zəngəzur silsiləsində. Qeyd edeyim ki, Qapçıq Dərəliyəz silsiləsində dağ tundra iqlim tipi ümumiyyətlə yarana bilmir. Əsasən yaranıb harda? Zəngəzurda, Qapçıq ətrafında, Naxçıvanda da yoxdur. Burada Böyük Qafqazın da alçaq dağlıq ərazilərində ümumiyyətlə görürsüz, bax bu hissədə deməli rast gəlinmir. Məsələn, Ağsu, Şamaxının bu hissələrində rast gəlinmir. Çünki hündürlüyü azdır. İndi gəlin burada müəyyən bir qəbul imtahanında daha çox istifadə olunan modellərdən biz tanış olaq. Xəzər sahilində yüksək dağlığa doğru iqlim tiplərinin paylanması, deməli Xəzər sahilində yüksək dağlığa doğru iqlim tiplərinin paylanması. Qeyd edeyim ki, biz bax burada yuxarıda siz görürsünüz ki, bu bizim öz kitabımızdan olan hissədir. Biz bunu təqdim edirik sizə. Və bu hissəni, kitabın bu hissəsi mənbə olaraq kitabın sonunda da qeyd olunub. Bizim həmkarımız, çox hörmətli coğrafiya müəllimi Osman Eminovun hazırladığı bax bu deməli sxemlərdir. Biz onun bu sxemlərini öz kitabımıza daxil edib və mənbə kimi göstərmişdik. Yəni, müəllif hüququna hər zaman hörmətlə yanaşmaq lazımdır. Adam əziyyət çəkib və çox gözəl iş görüb. Allah kömək olsun. Xəzər sahilindən yüksək dağlığa doğru iqlim tiplərinin paylanması ilə gəlin tanış olaq. Müxtəlif istiqamətdə. Məsələn, tutaq ki, Talış dağlarında, sonra məsələn Naxçıvanda, sonra Kiçik Qafqazda, məsələn Yevlaxdan Camış dağa, yəni Camış dağ bilirsiniz ki, Murov dağın zirvəsidir və yaxud da Acnohor deməli Mingəçevir su anbarının sahilindən gedir, deməli Baş Qafqaz silsiləsinin yüksək hissəsinə doğru gedəndə hansı iqlim tipləri əmələ gəlir və yaxud da burada Samur Dəvəçi ovalını Xəzər sahilindən yüksək dağlığa doğru getdikcə hansı iqlim tipləri bir-birini əvəz edir, o haqda gəlin danışaq. Baxın, burada biz dedik ki, Lənkəran ovalığında A-dan B-yə doğru gedəndə, bu istiqamətdə gedəndə hansı iqlim tiplərinə burada rast gələrik?
Dedi ki, Lənkəran ovalığında biz demişdik ki, nədir? Lənkəran ovalığında yay quraq keçən mülayim isti iqlimdir. Bir də xatırlayırsınız, belə bir şey əmələ gəlmişdi də burada. Bu şəkildə belə yay quraq keçən mülayim isti iqlim əmələ gəlirdi. Orta hissəsi boş qalmışdı da bunun. Deməli, ona görə biz AB istiqamətində gedəndə birinci yay quraq keçən mülayim isti iqlim, orta hissədə yağıntılar bərabər paylanan mülayim isti iqlim, təzədən bu tərəfdə də yay quraq keçən mülayim isti iqlim gələcək. Yuxarıda isə bu hissədə, bu hansı ki buranı mən biraz silirəm ki, tam aydın görəsiz. Bax, bu Talış dağlarının bu tərəfə çox çıxıntı olan hissəsi, ora deməli nə idi? Qışı soyuq keçən yarım səhra quru çöl iqlimi. Buraya yazıram, qışı soyuq keçən. Qışı soyuq. Qışı soyuq keçən yarım səhra. Yarım səhra. Yəni Talış dağlarında yarım səhra var. Talış dağlarında ümumiyyətlə yuxarı qalxdıqca yağıntıların miqdarı azalır, havanın temperaturu isinir. Amma bu istiqamətdə, AB istiqamətində. Gəldi indi Naxçıvana. Naxçıvanda yadınızda saxlayın. Azərbaycanın 4 iqlim tipindən biri yoxdur. Mülayim isti iqlim yoxdur. Ona görə Araz çayı dərəsindən biz Zəngəzur silsiləsinə doğru getdikcə ardıcıl olaraq bir, Arazboyu düzənlikdə nə var idi? Qışı soyuq keçən yarım səhra quru çöl iqlimi. Sonra orta hissədə nə var idi? Yay quraq keçən soyuq, ən yüksəkdə də dağ tundra. Gəldik Yevlaxdan, yəni Kür çayından. Biz Murov dağın yüksək zirvəsinə doğru getdikcə, əlbəttə Kür-Araz ovalığı, yəni Yevlax ətrafı, bu Mingəçevir Sonbarın ətrafı bilirik ki, yarım səhra quru çöldür. Özü qışı mülayim keçən. Qışı mülayim keçən yarım səhra quru çöldür. Sonra gəldik, Kiçik Qafqazın alçaq dağlıq ərazisi nə idi? Mülayim isti iqlim idi. Amma qışı necə keçirdi? Qışı quraq keçən mülayim isti iqlim. Biraz qalxırsan yuxarı, qışı quraq keçən soyuq, ən yüksəkdə də dağ tundra. Burada da ardıcıl olaraq qeyd olunur. Gəldi Acınoğra, Mingəçevir Sonbarından yüksək dağlığa doğru qalxanda necə olurdu? Qışı mülayim keçən yarım səhra quru çöl iqlimi. Sonra gəldik Qanıq Əyri çayda nə idi? Qanıq Əyri çayda bu hissədə qışı quraq keçən mülayim isti iqlim idi. Sonra gəlir yağıntıları bərabər paylanan mülayim isti iqlim. Sonra il boyu bol yağıntılı soyuq iqlim, ən yüksəkdə isə dağ tundra. Gəldi Böyük Qafqazın şimal-şərqindən, Xəzər dənizi, burada Xəzər dənizi var, Xəzər dənizi sahilindən yüksək dağlığa doğru, ox istiqamətdə, yəni A-dan B-yə doğru getdikcə yarım səhra quru çöl iqlimi, özə qışı mülayim keçən. Qışı mülayim keçən yarım səhra quru çöl iqlimi. Sonra Qusar maili düzənliyində yağıntıları bərabər paylanan mülayim isti iqlim. Yan silsilənin orta hissəsində və yüksək hissəsində qışı quraq keçən soyuq iqlim, Murov dağları kimi, Kiçik Qafqaz dağı kimi. Bir də ən yüksəkdə, artıq gəldik çatdıq bu ən yüksək 4000-lik zirvələrə. Burada dağ tundra iqlim tipi əmələ gəlir. Qısa olaraq sizə burada bu mövzu, 63-cü mövzu ilə, yəni aqroiqlim ehtiyatları haqqında məlumat vermək istəyirəm. Aqroiqlim ehtiyatları deyərkən nə deməkdir bu? Aqro sözü bu kənd təsərrüfatını ifadə edir. Kənd təsərrüfatı. Kənd təsərrüfatını ifadə edir. Aqro, burada iqlim. Yəni kənd təsərrüfatını inkişaf etdirməkdən ötürü lazım olan, tələb olunan iqlim hansıdır? Deməli, indi oxuyaq. Kənd təsərrüfatının insanların həyatını ərzaqla təmin etməsinə baxmayaraq, onlar həm də ətraf mühitə güclü təsir edir. Bu özünü torpaqların eroziyasında, eroziya torpaqların deməli parçalanması, yuyulması, sıradan çıxması mənasını verir. Suvarmanın düzgün aparılmaması nəticəsində baş verən şoranlaşma, yeraltı suların çirklənməsində, malqaranın fasiləsiz otarılması nəticəsində yaranan səhralaşmada aydın deməli göstərir. Yəni kənd təsərrüfatının insanların həyatına müsbət təsiri ilə yanaşı həm də mənfi təsiri var. Yəni kənd təsərrüfatı sahəsindən söhbət gedir. Kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafı və yerləşdirilməsi nədən asılıdır? Əlbəttə təbii şəraitdən. Təbii şərait deyiləndə nə nəzərdə tutulur? İqlim, relyef, torpaq və su ehtiyatlarından bilavasitə asılıdır. Ən əsaslı burada vacib komponentlərdən biri iqlimdir. Amma digərləri də vacibdir.
Lakin bəzi sahələr xeyli sayda işçi qüvvəsi tələb etdiyinə görə onların yerləşdirilməsində əhalinin sıx məskunlaşması nəzərə alınır. Məsələn, kənd təsərrüfatının elə sahəsi var ki, orada işçi qüvvəsinə ağır zəhmət tələb edən insan işinə, əməyinə ciddi deməli tələb yaranır. Məsələn, tutaq ki, tütünçülük. Məsələn, tütünçülük harda? Azərbaycanın Lənkəranda. Çünki Lənkəranda inkişaf edib. Çünki orada əhali çox sıx məskunlaşıb. Ərazinin orta illik temperaturu il ərzində günəşli saatların cəmi, yağıntıların orta illik miqdarı və ilin hansı dövründə düşməsi kənd təsərrüfatı üçün aqroiqlim ehtiyatlarını əmələ gətirir. Demək, şərtlər nədir? Orta illik temperatur, il ərzində günəşli saatların cəmi, yağıntıların miqdarı və düşdüyü dövr. Bunlar aqroiqlim ehtiyatları. Aqroiqlim ehtiyatlarının əsas göstəricisi orta sutqalıq temperaturun müsbət 10 dərəcədən yuxarı olmasıdır. Yəni 10 dərəcədən aşağı temperatur oldu, orada aqroiqlim ehtiyatları ilə zəif təmin olunmuş ərazi kimi qiymətləndirilir. Müsbət 10 dərəcədən çox olanda aqroiqlim ehtiyatları yaxşıdır. Yer kürəsində əkinçiliyin coğrafiyası ilk növbədə aqroiqlim ehtiyatlarının paylanmasına asılıdır. O, həm də şəkərli bitkilərdə şəkərin, yağlı bitkilərdə yağın, ot bitkilərində zülalın miqdarına təsir edir. Ərazidə müşahidə olunan illik aktiv temperaturları cəmi, yəni il ərzində müsbət, mənfi, nə qədər gecə-gündüz temperaturlar var, onların hamısının cəmi bitkinin əkilməsi üçün vacib şərtdir. Elə bitki var ki, çox istilik tələb edir, elə bitki var ki, məsələn, mülayim iqlim istəyir, yəni çox. Məsələn, çəltiyin becərilməsi üçün il ərzində 3900-4500 dərəcə, kartof üçün isə 1900-3300 dərəcə temperatur, buğday üçün 1600-2000 dərəcə, şəkər çuğunduru üçün 2400-3700 dərəcə aktiv temperatur cəmi tələb olunur. Bax, çəltik görürsünüz, çox istiyə çox tələbkardır. Məsələn, pambıq özü də çox tələbkardır. Sonra şəkər çuğunduru, məsələn, 2400-3700 deyir. Amma buğda o qədər də çox tələbkar deyil, yəni sərin havanı sevir. Ona görə Azərbaycanda bu yarım səhra olan ərazilərdə məhsuldarlıq aşağı olur. Amma dağlıq ərazilərdə əkilən buğda daha məhsuldar olur. Pambıq, çəltik, tərəvəz kimi yüksək miqdarda istilik tələb edən bitkilərin becərilməsində relyef amili mühüm şərtlərdən biridir. Çünki dağlıq ərazidə biz çəltik, pambıq əkə bilmərik, ora soyuq olur. Məhsul aşağı düşəcək, məhsuldarlıq aşağı düşər. Onlar əsasən düzənlik relyefdə əkilir. Düzənliklər kənd təsərrüfatı texnikasının istifadəsi suvarma sisteminin quraşdırılması üçün əlverişlidir. Biz bilirik, dağlıq ərazilərdə süni suvarmadan istifadə etmək çətindir və yaxud da elə ərazilər var, mümkün deyil və yaxud da ehtiyac olmur. Dağlıq ərazilərdə əsasən dəmiyə şəraitində, yəni süni suvarma aparmadan əkinçiliklə məşğul olurlar. Dağlıq ərazilərdə texnikalar da işləyə bilmir. Amma düzənlik ərazilərdə həm suvarmanı aparmaq rahatdır, həm də texnikanı işlətmək asandır. Burada illik aktiv temperaturların cəminin göstərildiyi xəritədir. Diqqət edin, tünd qırmızı yerlər 8000 dərəcə və daha yüksək temperaturların olduğu yerləri göstərir. Əsasən görürsünüz, səhra və savanna zonalarını ifadə edir bura. Amma tropik səhralar, ekvatorial və subekvatorial bölgələri ifadə edir. 4000-8000 aralığında olanlar əsasən subtropik iqlim qurşağını ifadə edir. Bura oldu, deməli dedik ki, 4000-8000 aralığını ifadə edir. Sonra açıq yaşıl yer olan yerlər 2000-4000 aralığını ifadə edir. Bu artıq mülayimin cənub hissəsidir. Sonra mülayimin bu hansı ki kontinental bölgəsi 1000-2000 aktiv temperatur burada qeydə alınır. Qütbə yaxınlaşdıqca bu subarktik bölgəyə artıq burada nə görürük? 400 və 1000 aralığını və lap qütbə yaxınlaşdıqca aktik bölgədə isə 400-dən deməli nə görürük? 400-dən az, yəni bu tünd səhra yerlərdə 400-dən az olur. Yəni qütbə tərəf getdikcə aktiv temperaturların miqdarı azalır. Yüksək dağlıq ərazilərdə də dağa çıxdıqca aktiv temperaturların illik miqdarı azalmış olacaq. Əkinçiliyin coğrafiyası torpaq örtüyündən asılıdır. Torpaqların münbitliyini qorumadan əkinçilikdə yüksək məhsuldarlıq əldə etmək mümkün deyil.
Hazırda dünyanın kənd təsərrüfatı üçün yararlı torpaq fondu sürətlə azalır. Ya şoranlaşır, ya səhralaşır, ya da eroziyaya məruz qalır. Adam başına insanların da sayı artır. İnsanların sayı artdıqca tikintilərin də sayı artır və deməli yararlı torpaqlar get-gedə yaşayış məntəqələrinin altında, yolların altında qalır və get-gedə adam başına düşən torpaq sahəsi azalır. Əkinçilik inkişafına həm də düşən atmosfer yağıntıların miqdarı da təsir edir. Deməli, suya çox tələbkar və az tələbkar olan bitkiləri baxaq. Çay, kətan, cud, şəkər qamışı və pambıq. Bunlar suya daha çox tələbkardır. Yəni bunlar daha çox. Bostan, üzüm az tələbkar bitkilərdir. Yağıntıların kifayət qədər olduğu ərazilərdə bitkilərin suya tələbatı təbii yolla ödənilir. Buna dəmiyə əkinçiliyi az öncə dedim. Dağlıq ərazilərdə dəmiyə, düzənlikdə suyunu suvarma, amma rütubətli ərazilərdə düzənliyə, dağlığa baxmır da. Elə düzənlik var ki, ora rütubətlidir, heç orada suvarmaya ehtiyac olmur. Amma ümumi şəkildə dəmiyə əkinçiliyi əsasən dağlıq ərazilər və mülayim iqlim qurşağı üçün səciyyəvidir. Quraq ərazilərdə bitkiçilik suvarmaya əsaslanır. Azərbaycanın 50% yarım səhra quru çöl iqlimidir. Onun deməli Talış dağlarının deməli o bayaq dedim Talış dağlarında qışı soyuq keçən yarım səhra quru çöl iqlimi var. Həmin ərazi istisna olmaqla qalan ərazilərdə yarım səhra quru çöl iqliminin yayıldığı ərazilərdə süni suvarmadan istifadə edilir. Suvarma əraziyə düşən yağıntıların illik rejimindən asılıdır. Suvarma səhralarda il boyu, yay ayları quraq olan subtropik iqlim şəraitində yayda, qışı quraq keçən isti hava şəraitinə malik olan musson və subekvatorial ərazilərdə isə qış aylarında həyata keçirilir. Məsələn, Lənkəranın iqlimi nə idi? Yaya quraq keçən mülayim isti iqlim. Yay quraq keçir. Ona görə suvarma nə vaxt lazım olur? Yayda. Qanıq Əhri çayın yağıntısı nə vaxt düşürdü? Yayda. Oranın iqlimi nə idi? Qışı quraq keçən mülayim isti iqlim. Demək, yağıntılar yayda düşür, suvarmaya daha çox qışda ehtiyac var. Azərbaycan ərazisində Kür-Araz, Samur Dəvəçi və Lənkəran ovalıqlarında tətbiq olunur. Suvarma ərazinin meyilliyindən də asılıdır. 2-6 dərəcə meyillik olan ərazilərdə suvarılma aparılmır. 2-6 dərəcə. Çünki torpaqların eroziyası intensivləşir həmin vaxtda. Çünki suvarma zamanı su axını torpağın üst minbit qatının yuyulmasına, yəni eroziyasına səbəb olur. Əkinçiliyin bəzi sahələri, məsələn tərəvətçilik, şəhər kənarlarında yerləşdirilir. İlin qış dövründə, yəni soyuq dövründə şəhər əhalisi tərəvəzə olan tələbatını istixanaların, biz parnik deyirik də ona, istixanaların hesabına ödəmək mümkündür. Kənd təsərrüfatının digər sahəsi heyvandarlığın da bəzi sahələri əsasən təbii şəraitdən asılıdır. Əlbəttə ki, heyvandarlıq əkinçiliyə uyğunlaşdırılır. Hansı əkinçilik sahəsi, daha doğrusu hansı heyvandarlıq sahəsi, hansı deməli bitkini tələb edirsə, ona uyğun da deməli heyvandarlıq sahəsi inkişaf etdirilir. Məsələn, Argentinada, La Plata ovalığında, Uruguayda taxılçılıq yüksək inkişaf edib. Niyə? Çünki orada həm də torpaq münbitdir, iqlim ona imkan verir. O taxılın inkişaf etdirilməsi nəticəsində orada heyvandarlıq da yüksək səviyyədə deməli inkişaf etdirilmişdir və Argentina artıq dünya miqyasında ət ixracatçısı dövlətinə çevrilmişdir. Dərsimiz bununla da yekunlaşır. Diqqətinizə görə sağ olun. Gələn görüşlərədək.